Salam, bugün 19 fevral 2026-cı il tarixidir. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda səfərdədir. Azərbaycanlı mühacirlər orada etiraz aksiyası keçiriblər. Əliyevin mühafizəçiləri onlara qarşı zorakılıq edib. Fərqli rakurslarda videolar sizə göstərəcəm. İlk dəfədir belə şeyin mən şahidi oluram. Prezidentin mühafizə xidməti bu cür vəhşiliklərə yol verirlər, əl atırlar. Deyəsən, Münxendə edə bilmədiklərini, acığını Vaşinqtonda yaşayan Azərbaycanlardan çıxıblar. Diqqət ekrana. Ən çox diqqətimi çəkən, hətta Amerikan polisini belə itələyir o tərəfə. Dur o tərəfə deyir. Xahiş edirəm, bu videonu bəyənin, hər kəs, bütün Azərbaycan xalqı görsün, dünya da görsün. Qəhbə! Qəhbə! Mən bəzən səsin üstünü almaq məcburiyyətində qalacağım, çünki söyüş ifadələr var. Hər iki tərəfdən həm etiraz edənlər, həmçinin də prezidentin mühafizə xidmətindən söyüşlər söyürlər. Və digər bir video sizə göstərəcəm ki, orada prezidentin mühafizə xidmətinin rəisi Fərid Əsgərov özü şəxsən oradadır, tapşırıq verir, göstəriş verir. Dəyərli dostlar, mən digər bir videonu sizə göstərəcəm, bu videoya diqqət edək. Üzr istəyirəm. Burada söyüş var və bu prezidentin mühafizəçisi orada vurur, qaçır, qaçdıqca da söyülür, amma eşidə də qaçır. Mən sadəcə söyüş olduğuna görə burada başlayır sözdən. Hansı ki, İlham Əliyev, onun korteji gəlir, əvvəlki videoya qaydaq, onun korteji gəlir və aksiyanın başlanğıcı buradan hesab olunur yəqin ki. Digər bir videoya baxaq. Yox, artıq burada polislər gəlib. Diqqət ekrana. Fikir verin. Bu prezidentin mühafizə xidmətinin avtomobildir yəqin. Qabaqda da bu cür bir avtomobil var. Çünki başlanğıcda o avtomobilin içindən çıxıblar. Fərid Əsgərovu gördünüzmü? Fərid Əsgərovu oradadır, onların içərisindədir. Böyük ekrana verirəm mən. Fikir verin. Fərid Əsgər göstəriş verir orada. Və sonra da gedir, hətta qaçır. Fərid Əsgərov getdi. Azadlık! Qəhbənin balası. Get off the street! Get off the street now! İki nəfər xəsarət alıb, biri də Tofiq Yaqublu'nun oğlu Rəhim Yaqublu'dur.
Sana! Gəlin, gəlin, daha artıq şey çıxartmayın. Sona qədər izləyin, məlumatlar var. Bax, bu prezidentin təhlükəsizlik xidmətinin avtomobilidir. İçində doluşmuşdular, çıxdılar. Səhmişəm, videolar var hamısını gördüklərini. Artıq qarşı durma etirazçıları döymələri geridə qalıb və qaçıb gediblər. Yəni bunlar İlham Əliyevi müdafiə etmə məqsədindən deyil idi. Sadəcə qəsdlə, məqsədli şəkildə tapşırıq aldıqlarına görə etirazçılar olan hissəyə gəliblər. Etirazçılar əsas o girməməli olan yerə girməyiblər. Onlar öz yerlərində dayanıblar və etiraz edirlər. Sadəcə onlara tapşırıq verilib ki, gedin intiqam alın. Bu O düz değil. Ondan işimiz yok. Sen antayı bırak. yəni polis oradadır gördüyünüz kimi və bu orada qadağan olsaydı onların durması və etiraz etməsi polislər onları oradan uzaqlaşdırardı. Xeyr. Prezidentin mühafizə xidməti ora qəsdlə gəlib, vurmaq üçün, döymək üçün, zorakılıq etmək üçün. Bağışlanan deyil bu. Yaxşısan yox. Məndə heç nə yoxdur. Sən yıxdın. Bu bağışlanmamalıdır. Buna görə cəzalanma olmalıdır. Yəni, amma mən burada gördüm ki, Dövlət Mühafizə Xidmətinin rəisi general-mayor Fərid Əsgərov şəxsən bu işin başındadır, dayanıb və göstəriş də verir. Heç gözləməzdim. Look. You see? They attacked this guy. Vurdu, yıxdı orada. Səni vurmaq istəməz, video çəkdim, səni vurmaq. Mən çəkmişəm onu. Bura gəl. Gəl, bəs. Bu vurma yerlərini birdən yenidən qayıdacağım bu video bitdikdən sonra. Adil, gəl. O şey maşını da çəkmişəm, o sprinter. Namussuzluq. Mən yenə deyirəm, qaç-qaçı söyüsün. Bu uşaqlar vurulandan, döyüləndən sonra, yəni bu normal bir şeydir. Sənə yumruqla 10 illərin məşqli idmançısı düşübdür uşaqların üstünə. Adil çəkdim bizi. Hamısını kəndisiniz bu. Sivil qaydada bunlar, sivil qaydada mübarizə, etiraz eləyirdilər. Yox, sabahı nədir? Call polis! Call polis! Vurublar. Hə? Burada vuran yerdə çəkdiniz? Bəli. Dəyərli dostlar, mən indi digər videonu da sizə göstərəcəm. Diqqət ekrana. Qəhbə! Döyüş olmaz! Döyüş olmaz! Döyüş olmaz! Bu söyüş olmaz sözünü mühafizəçilər demir. Etiraz ekipləri var. Baxın, avtomobildən düşdülər, gizlənmişdilər.
Buna bax, təpi atır. Və buna bax, təpi atır. Buna bax, təpi atır. Cumhur. Münxendə də bu var idi. Yadınızdadır. Kimsən? Üzr istəyirəm ifadələrə görə, amma operativ olması üçün və videoları olduğu kimi göstərdim ki, gecikmə olmasın. Elə bu günləri də eyni vaxtda paylaşım sizinlə. Baxın, buna bax. Əsas zorakılığı baba bu eləyibdir. Bax, əsas zorakılığı bu adamlar edir. Baba bu biri maskalıdır, biri gördüyünüz kimi arxada. Bu Fərid Əskərov'u da gördünüzmü? Bəli, bu da Fərid Əskərov'dur. Yəqin ki, Amerikan mühafizə xidmətindən kimdirsə, Fərid Əskərov izah etməyə çalışır ki, günah bizimkilərdə deyil, onlardadır. Ya nəsə başqa bir şeydir, bilmirəm. Amma Fərid Əskərov məhz özü oradaydı. Və yəqin ki, artıq tanıyırsınız, Bəylər Əyibovun yerinə təyin olunmuş Fərid Əskərovdur. Əliyevin mühafizə xidmətinin başqanıdır və bilmirəm, Münxendə onu biraz təriflədikmi və xoşuna gəlmədi İlham Əliyevinmi? Hansı ki, dedik ki, orada mülayim davranıb, hətta xatirinizdə bir nəfər mühafizə xidmətinin işçilərindən çətiri Emin Hüseynova qarşı zorakılıq kimi istifadə etmək istəyərkən Fərid Əskərov əli ilə işarə edir ki, onu yığışdırın. Bəlkə də orada bu pakazuxalıq idi, yoxsa həqiqətən belə idi. Pakazuxalıq idi, ola bilər və burada iç üzlərini göstərirlər Vaşinqtonda. Çünki Münxendə bütün beynəlxalq media oradaydı. Bayeşirhof otelinin qarşısında o zorakılıqları etmək yaxşı təəssürat yaratmayacaqdı, biabır olacaqdılar. Çünki başqa dünya mediası orada çəkiliş aparacaqdı. Amma Vaşinqtonda sadəcə Azərbaycanlı mühacirlərin əlində olan telefonlardan görüntülər var. Amma əmin olun, bu görüntülər artıq hər yerdə paylaşılacaq. Yoxsa pakazuxalıq deyildi, Fərid Əskərov həqiqətən də mülayim və nəzakətli davranmağı tapşırmışdı öz işçilərinə orada. Amma sonra Fərid Əskərovun özünü İlham Əliyev danladı ki, sən orada çox nəzakətli aparmısan özünü. Nəyə görə icazə vermirsən ki, orada Emin Hüseynov mənə və yaxud da arvadıma yaxınlaşsın və qulaq vurması verib görsənir ki, Fərid Əskərova və çünki Əskərov inanmıram ki də öz başına bu cür biabırçılıqlara yol verərdi. Diqqət ekrana davamına baxaq. Atasına görə eləməli. Vururlar hərədə. Bax, durduq yerə sivil əlində sadəcə səs gücləndirici ilə çıxış edir. Özü də çox uzaqda bunlara göstəriş verilib. Göstəriş verilib ki, döyün. İlk dəfədir mən belə bir şey görürəm. Heç bəylərin vaxtında belə şey yaşanmayıb. Amerikada, nə də başqa bir yerdə. Nə ediblərsə, Azərbaycanda ediblər, zorakılıqları Türkiyədə, gizlədə bildikləri yerlərdə ediblər, amma kamera qarşısına düşəcək və bu biabırçı görüntülər olmayıb hələ Azərbaycan mühafizəçilər tərəfindən. Yəqin bəlkə də Azərbaycanlı mühafizəçilər Türkiyə prezidenti Ərdoğanın mühafizəçilərindən belə ilhamlanıblar. Amma inanmıram, Münxenin qisasını alırlar. Əliçərimi azaddır! Sev. Azaddır! 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 Siyasi məhbuslar azaddır! Siyasi məhbuslar azaddır! Siyasi məhbuslar azaddır! Azaddır! Where are you, Mr. Trump? Siyasi məhbuslar azaddır! Mr. Trump, Siyasi where are you? məhbuslar azaddır! What are you doing here? Diktator! 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 Diktator!
Free political prisoner! Free political prisoner! Yeah. Free all journalists! Free all journalists! Dictator İlham Aliyev. Yeah, so I'm not arguing. I'm just asking question. No, I will ask just question. I don't want to talk nothing. So you saw you was Okay. You guys. you saw you the witness. Listen to me. I understand, sir. Right now, I'm not going to talk anything. Just go right there. Yeah, of course. Okay. Yeah. No. I'm okay with you. Just you was witness how they attacked us. We know what you did too, right? No, we didn't do nothing. Just go right there. We didn't do nothing. This is public site. Lanet olsun. Sündür. Mr. Trump. Onların səviyyəsinə enməməliyik. Söyüş, təkdir, insanları döymək, aşağılamaq olmaz. Mr. Trump, where are you? Alçaqlar! Alçaq! Nə hala salıblar? They beat that guy. So, and the rest of us was on the Polislər gəlib. all of us has video recording. This guy, What I'm saying, so what I'm understanding, then just correct me if I'm wrong. So the president, We didn't see even you didn't even see him, okay. So We but take his assuming guys were standing like you are right now, right? And then you tried to go around them Yeah. to get to the president. Yes, sir. And they stopped him. yes, sir. dictator. But they are not police officers. You can stop me. You can tell me stay there. You can cross. How this gentleman told us don't cross. We didn't like. I'm talking about myself. I didn't cross that line. You know, you say that was a little bit. We was on the a little bit higher than you was, but everything's okay. This gentleman does his job. But we was trying to pass first without nothing, and that guy attacked. What is this? Attacked. İzah etməyə çalışır ki, bizim heç bir qanunsuz əməlimiz olmayıbdır. Biz sadəcə şüar səsləndirmişik, biz publik küçədəyik və biz polisə heç bir şey deməmişik. Polis bizə bir şey deyə bilər, ya da ki, qarşımızı kəsə bilər, amma onlar bu zorakılığı polis yox, digərləri edibdir. Diqqət ekrana, başqa bir video. Qapalı çay başından. Artıq təcili yardım gəlib onlara. 2-yə 3 nəfər ciddi xəsarət alıb. Polislər də orada. Okay. I have a picture just. I put this phone in my car. It's okay for you? That's fine. Yeah. Digər görüntülər. Başqa bir görüntü. Buna baxdıq. Digər bir görüntü. Buna baxdıq. Bəli, dəyərli dostlar, bunu Münxendə olan biabırçılığa qarşı Amerikadakı mühacirlərin cəzalandırılması kimi görsənir və bu yol verilməzdir, bu biabırçılıqdır və belə də qalmayacaq bu. Təbii ki, bu biabırçılıq hər kəs biləcək. Hər kəs biləcək. Yəni, sən öz vətəndaşına xaricdə hansı ki, vururlar, döyürlər. Ondan sonra da çıxıb gedirlər. Yəni, onlar orada olmalı deyirlər. Sanki puskada dayanmışdılar ki, mühacirlər gəlsin və etiraz edənləri belə vursun. Vursunlar və sonra çıxsınlar, geçsinlər. Sizin axı işiniz orada deyildi, orada deyildi. Birbaşa ölkə başçısı İlham Əliyevdən çox güman ki, əlbəttə mən yanlarında olmamışam, amma görünən ifadələr bunu deyir ki, Fərid Əsgərova tapşırıq verilib ki, vurun, döyün, əzin, belə bir şey yol verməyin. Səslərini belə eşitmək istəmirəm. Yaxınlığında deyirlər ki, mühacirlər etiraz edirdilər sadəcə. Amma səsləri İlham Əliyevə bəlkə gəlib çata bilərdi. Buna qəzəb, buna hiddət, buna nifrət vətəndaşına qarşı. Budur İlham Əliyev, budur. Baxın dostlar.
Bunlar da bakın necə vurdular bizi. Görürsünüz? Bu türlü biz dönmediler. Azadlık istiyoruz. Bütün sesimizden azadlık. Kıyametçiler. Ölün. Ölün ağır olsun size. Ağır olsun. Ali Kerim'i azadlık. Ağır olsun. Ağır olsun. Azadlık. Azadlık. Yəni bura onların etiraz etmək üçün təyin edilmiş yeridir. Siyasi mahpuslar azadlı. Siyasi mahpuslar azadlı. Ağır olsun. Siyasi mahpuslar azadlı. Siyasi mahpuslar azadlı. Diktatör. 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 İlk dəfədir deyirəm, Fərid Əsgərov, ayıb olsun. Bu yol görmeli. Diktatör İlham Əliyev. Uğraşda. Hello. Diktatör. Sen dey buna. We know what you did too, right? No, everybody's out there. Let's go right there. Ağır olsun sana! Ağır olsun uğraş! Ağır olsun! Cındır. Sana vurdular. Bunların seviyesine inmemeli. Bu qədər, amma bu çox söhbətə səbəb olacaq. Azad sözü izləyin.